Herkese salam, kanalıma və videoma xoş gəldiniz. Bugün sizlərlə 8-ci sinif səhifə 14-də olan Qori seminariyasında Azərbaycan şöbəsi necə açıldı mətnimizdir. Deməli, uşaqlar bilirsiniz ki, mən mətni oxumuram. Mətni oxumayanlar mətni oxusun, daha sonra gəlib videomu izləyin. Bu arada bu dərsin də izahı YouTube-da var. Yəni tətildən sonra dərsin izahı, tapşırıqlarını izah etmişəm. İzahı YouTube-da var. Hələ də izləməmisinizsə izləməyi və abunə olmağı, bəyənməyi, şərh yazmağı unutmayın. Nəysə. Çox uzatmadan keçirəm tapşırıq 1-ə. Daha doğrusu dərsin adını işarələyim sonra. Qırmızı olsun. Tapşırıq 1-də deyir ki, mətndə faktları seçib əsasında suallar tərtib edin və onları cavablandırın. Bunu siz özünüz yazmalısınız. Ona görə sizin öz öhdənizə buraxıram. Daha sonra tapşırıq 2. Bir dəqiqə. 2. Nə üçün Romanov Azərbaycan şöbəsinin açılmasına razılıq verirdi? Sizcə müsəlmanlar, xristianlar arasında qoyulan fərqin səbəbi nə idi? Deməli yaza bilərsiniz ki, Romanov istəmirdi ki, müsəlman övladları oxuyub savadlı olsun, yəni bilikli olsunlar. İstəyirdi ki, yalnız xristianlar irəli getsin. Belə yaza bilərsiniz cavab olaraq. Daha sonra tapşırıq 3. Mətnə əsasən demək olar A variantında Qafqaz zanişini Azərbaycanda seminariyanın, daha doğrusu səhv oxudum, üzr istəyirəm. Seminariyanın şöbəsini açılmasında maraqlı idi. Burada mətndə əsasən belə bir cavab yoxdur. Sual daha doğrusu, heç cavab da. Sonra B. Mirzə Kazım bəy məlumat Qoridən gələn qatar kitabında əldə edilir. Bu ola bilər, bəli. Sonra C. Bütün ziyalılar seminariyanın Azərbaycan şöbəsinin açılmasının tərəfdarı idilər. Bu da ola bilməz. Daha sonra D. 1876-cı ildə seminariyanın Azərbaycan şöbəsi fəaliyyətə başlayır. D-də də yanlışdır. Sonra E variantı. Mirzə Fətəli Axundzadə rus dilləri üzrə tərcüməçi vəzifəsində çalışırdı. E variantı da doğru deməli. Deməli, E variantı da doğru deyil. Deməli, doğru variant B variantı. Mirzə Kazım bəy haqqında məlumat Qoridən gələn qatar kitabında əldə edilir. Sonra uşaqlar 3-ü də izah etdik. 4-ü də siz öz öhdənizə buraxıram. Yəni bunu da siz özünüz yazmalısınız. Bir dəqiqə. 4-ü də və qabaqcadan bildirmək istəyirəm ki, mən bu tipli tapşırıqları uşaqlar izah etməyəcəm. Sonra bu tipli tapşırıqlar, məsələn 8-ci sinif biraz qarışıq olub elə bir ki, yəni bu tipli tapşırıqları mən izah etməyəcəm. Amma 7-ci sinifdə, yəni fərqindəysəniz, biz belə tapşırıqlar görmürdük də. Nəsə ola bilər, nəşr dəyişilib. Nəsə. Tapşırıq 5. Deyir ki, mətndə, yəni səhifə 14-də fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin. İndi mən o sözləri tapacağam, işarələyəcəm, videonu dayandıracağam təbii ki də. Sonra mənalarını deyəcəm sizə. Uşaqlar, mən burada cəmi 2 fərqləndirilmiş söz tapdım. Ziyalılarının və nəzdində. Əgər başqa bir sözün mənası qalıbsa, siz yorumlarda yazarsınız. Mən həmin o sözün mənasını sizə deyərəm. Yəni, bəlkə də işarələmədiyim olub. Yəni, nəsə. İndi bu sözlərin mənasına baxırıq. Deməli, ziyalı sözünün mənası elmə, biliyə üstünlük verən, təbii ki də ziyalı özü də elə elmli, savadlı insandır. Nəzdində sözünün mənası isə, yəni tərkibində. Belə. Sonra 6. Deyir ki, bir dəqiqə. Deyir ki, seminariya, lisey, gimnaziya sözlərini məna fərqlərini göstərir. Deməli, uşaqlar, seminariya sözünün mənası orta pedaqoji təhsil verən müəssisə, lisey sözünün mənası orta məktəb, yəni ixtisaslaşmış təbii ki də, gimnaziya sözünün mənası klassik dillərin öyrədilməsində üstünlük verən məktəb.
Sonra 7. Deyir ki, 4-cü cümlədə çoxmənalı sözlər tapın və fikrinizi müvafiq cümlələrlə əsaslandırın. Aha, uşaqlar, gördüyünüz kimi həmin o nə deyir burada? Çoxmənalı sözlər deyir də. Aha. Çoxmənalı sözləri tapdım. Deməli, bu arada fərqli qələmlə işarələdim. Çünki elə bilərsiniz ki, bu buna aiddir də. Yəni ziyalılar sözü də məsələn buna aiddir. Ona görə mən fərqli işarələdim ki, qarışıq düşməsin. Nəsə, bir də sizə demək istəyirəm ki, çoxmənalı sözü məcazi məna kimi başa düşün. Yəni çoxmənalı bərabərdir məcazi məna. Belə başa düşün. Hə, indi deyirəm burada məcazi olan sözləri. Deməli, burada birinci şərq dilləridir. Deməli, uşaqlar, burada birinci şərq dilləridir. Təbii ki, şərq dilləri burada məcazi mənadadır. Çünki şərqin dili olmur, insanın dili olur. Və baş mütəccimdir. Baş mütəccim də burada məcazi mənadır. Yəni, insanın başı olur. Burada məcazi olan sözlər şərq dilləri və baş mütəccim. Belə. Sonra tapşırıq 8. Deyir ki, bir dəqiqə qırmızı rəngi seçim. Deyir ki, 8-dən dil sözünü deyir. Həm amonim, həm də çoxmənalı olduğunu cümlələrlə izah edin. İndi mən sizə amonim kimi deyirəm. Məsələn, ingilis dili burada amonimdir. Və yaxud qarmonun dili burada çoxmənalı sözdür. Belə. Aha, uşaqlar. Sonra tapşırıq 9. 9-da nə deyir görək? Deyir ki, bunlardan hansı söz birləşməsi hesab etmək olar? Fikirlərinizi əsaslandırın. Deməli, birincidə ən doğru söz. Bəli, bu söz birləşməsi ola bilər. Deməli, bundan belə bir tik qoyacağam. Ən doğru söz ola bilər. Sonra təzə imarətin bəzək işləri. Bu da ola bilər söz birləşməsi. Söz birləşməsi sonra bəzək işləri. Bəzək işləri uşaqlar burada ola bilməz. Yox, daha doğrusu təzə imarətin bəzək işləri. Hə, bunlar bir sözdür. Bəli, bunlar ola bilər. Sonra Azərbaycan memarlığı. Bu da olar. Ola bilər. Sonra razı qalmaq. Razı olmaq daha doğrusu. Razı olmaq ola bilməz. X qoyuram. Zirvəyə doğru yol. Bu da ola bilər. Sonra sənin üçün ola bilməz. Ola bilməz. Sonra lüğətin ilk dilidir. Bu da ola bilər. Belə tik qoyuram. Sonra və görək hansı sözümüz qaldı. Dayaq olmaq. Bu ola bilməz. Çünki söz birləşməsi deyil. Məsələ həll etmək. Son sözümüz. Bəli, bu da ola bilər. Məsələ həll etmək də ola bilər. Deməli, söz birləşmələri bunlardır. Siz belə yazarsınız. Ən doğru söz, təzə imarətin bəzək işləri, Azərbaycan memarlığı, zirvəyə doğru yol, lüğətin ilk dilidir və məsələ həll etmək. Budur. 10-dan 11-i sizin öz öhdənizə buraxıram. Yəni, bu tipli tapşırıqları mən bəlkə də az izah etdim. Nəsə, bugünkü qaydamız mürəkkəb adlar söz birləşməsi şəklində olur. Bir dəqiqə. Belə adların tərkibində bütün sözlər ayrı yazılır. Ad və soyadlar, ölkə adları, idarə və təşkilat adları və s. mürəkkəb adlar hesab edilir. Tərkibində bütün sözlərin baş hərfi, böyük hərflə yazılan mürəkkəb adlar bunlardır. Birinci, soyad, ad və ata adı. Məsələn, Şahbazlı Lətifə Uğur qızı. Yəni, bunlar böyük hərflə yazılır. İkinci, ölkələrin muxtar respublikalarının və ya vilayətlərin adı. Məsələn, Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, daha doğrusu, üzr istəyirəm, səhv oxudum. Üçüncüdə, idarə və təşkilat adları. Məsələn, Azərbaycan Respublikası Prezidenti, Administrasiya, Uşaqların Xilas Təşkilatı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası. Sonra bu tipli mürəkkəb adlarının tərkibində işlənən oğul, qız adına yanında, üzərində sözlər kiçik hərflə yazılır. Belə. Bu da bizim qaydamız.
12, 13'ünü də sizin üzrünüzə buraxıram, 13'ü də. Sonra 14. 12, 13. Aha, sonra 14. Lüğətdən istifadə etməklə səhvləri düzəldin. Məsələn, birincidə Üzeyir bəy Hacıbəyli. Burada uşaqlar Üzeyir düz yazılıb. B hərfi balaca hərflə yazılmalıdır. Yəni Üzeyir bu düzdür. Bir dənə B hərfi kiçik hərflə yazılmalıdır. Daha doğrusu böyükdən yox. Böyüklə yazılır burada, amma siz kiçiklə yazacaqsınız. Sonra Naxçıvan Muxtar Respublikası. Burada Naxçıvan, Muxtar M'lar, M böyük hərflə, Respublika yenə böyük hərflə. Yəni deyəndə sizə böyük hərflə belə başa düşməyin. Məsələn, amma yazım. Belə siz başa düşməyin onu. Mən demək istəyirəm ki, yəni baxın bir dəqiqə bunu sileyim. Yəni demək istəyirəm ki, buradakı sözlər böyük hərflə yazılacaq. Yəni sadəcə bunun M-sı, bunun da R-sı. Qalanları kiçik hərflə yazılacaq. Sonra Süleyman Sani Axundov. Burada Süleyman düz yazılıb. Bir dənə sadəcə Sani böyük hərflə yazılacaq. Yəni S hərfi o da. Daha sonra burada da bunu belə yazın. B balaca hərflə. Sonra Azərbaycan Respublikası Nazirlər Kabineti. Burada Respublika, R yəni böyük hərflə. Nazirlər Kabineti də yenə böyük hərflə. N və K da burada yenə böyük hərflə. Yazılıb onsuz düzdür. Sonra Həsən bəy Zərdabi. Bəy yenə dediyim kimi burada kiçik hərflə yazılacaq. Sonra Abbasqulu Ağa Bakıxanov. Burada Ağa kiçik hərflə yazılacaq. A. Yəni kiçik hərfdə olacaq. Sonra Bakı Şəhər İcra Hakimiyyəti. Burada Ş böyük hərflə yazılacaq. Ş böyük. İcra da həmçinin böyük. İcra böyük. Hakimiyyət yenə böyük. Yəni H hərfi böyük. Sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Respublika burada yenə böyük hərflə. Böyük. Sonra xarici yenə elə balaca. İşlər böyük. Balaca. Nazirliyi də böyük hərflə. Düzdür. Və son Azərbaycan Respublikasının Milli Məclisi. Burada da M-ların ikisi də böyük. İkisi də böyük yazılacaq. Bir də bu M. Aha, belə. İndi eləyirəm, başa düşdünüz. Baxın, Üzeyir bəy. Burada B balaca. Naxçıvan Muxtar böyük. Respublikası böyük. Süleyman Sani böyük. Azərbaycan Respublikası R böyük. Nazirli N böyük. Yəni kabineti də düzgün yazılıb. Həsən balaca hərflə B. Qalanları Zərdabi düz. Abbasqulu Ağa böyük yazılıb. Siz kiçik yazacaqsınız. Bakıxanov. Bakı şəhər burada böyük yazılacaq. İcra da böyük. Hakimiyyət böyük. Sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Burada da Respublika böyük və Azərbaycan Respublikasının Milli Məclisi. Burada da 2 dənə M-lar böyük. Milli Məclis böyük bunlar. Yazılacaq 15-i də, 15 də tapşırıqdır. Deyir ki, 15-də aşağıdakı mətnə altından xətt çəkilmiş mürəkkəb adların yazılışını düzgün olduğunu əsaslandırır. Hansı cümlədə abzas olmalıdır? Mən promo ilə altdan xətt çəkilmiş sözləri oxuyacağım. Bu mətni oxumayacağım. Birincidə nə deyir? Vorontsov, Daşkov. Bu düz yazılıb uşaqlar. Bunu elə yazacaqsınız. Sonra ikincidə Sultan Məcid Qənizadə. Bu da düz yazılıb. Adlı böyük hərflə. Sonra Bakı 2 dərəcəli şəhər məktəbi. Bu da düzdür. Düz yazılıb. Daha sonra
Aleksandrovski Müəllimlər İnstitutu. Bu da düzdür. Necə bizdə yazılır? Bir dəqiqə. Necə bizdə yazılır? Məsələn, belə. B, D, O, yəni Bakı Dövlət Universiteti. Onda da elə. Və son sözümüz Ağaməsib Şirvani. Bu da düz yazılıb. Yəni bu sözlərin hər biri düz yazılıb. Siz də elə köçürdəcəksiniz. Bu 16 da tapşırıqdır. Bunu da deməyəcəm sizə. Çünki dialoqdur. Heç onu yazmarsınız siz yəqin ki. 17-ni mən tapşırıq saymıram. Çünki tapşırığa oxşamır. Nəsə. Bir videomuzun daha sonuna gəldik. Hələ də kanala abunə deyilsinizsə, abunə olub videonu bəyənməyi unutmayın. Əgər izahımı bəyəndinizsə, like atın. Kanala da abunə olun. Sağ olun, salamat qalın.